Ayşən İbrahimova. Hazırsınız? Bəli, mən, Getdik bəli, müəllim. Başladıq. Təbii bəli. resurslar deyəndə nə başa düşürük? İnsanların yaşayışı və məhsuldar qüvvələrin inkişafı üçün istifadə edilən və istifadəsi mümkün olan bütün elementlər, Hamısı təbii təbii resurs. resurslar adlanır. Təbii resurslar Bəli. istifadə xüsusiyyətinə görə neçə yerə bölünür? İki yerə bölünürdü. İstifadə olunan, bir də potensial. İstifadə olunan o idi ki, hal-hazırda yəni istifadə elədiyimiz bütün hər şey, yəni təsərrüfatda istifadə elədiyimiz bütün Elementlər, bütün ehtiyatlar. sərvətlər, Aha. ehtiyatlar, bəli. Amma potensial isə yerləri aşkar edilmiş, amma istifadə olunmayan Hazırki təbii şəraitdə sərvətlər. istifadəsi mümkün olmayan təbii resurslar, düzdürmü? Bəli, bəli. Yaxşı. Təbii resurslarla təminat hansı şəkildə, neçə formada tapılır? Deməli, hər iki cürdür. Bir hər nəfərə düşən həcm hesablanır, bir də çatacağı illərə görə hər nəfərə düşən tapmaq üçün təbii ehtiyatları insan sayına nisbəti hesablanır. Çatacağı illəri müəyyən etmək üçün isə ümumi miqdarı ildəki istifadə miqdarına bölmək lazımdır. Hansısa. Bax, təbii resurslar həm maddi istehsal sahəsində istifadə olunur, həm qeyri-istehsalda, düzdürmü? Məsələn, qeyri-istehsal sahələr deyəndə nə başa düşürük? Qeyri-istehsal sahələri dedikdə Müalicə deməli sahə, müalicədə istirahət, turizm məqsədlərlə bəli, istifadə olunur. rekreasiya ehtiyatları da bunlar. Bax, təbii ehtiyatlar dediniz ki, təbiətdə istifadə edilən, təsərrüfatda istifadə edilən, istifadəsi mümkün olan bütün elementlərdir. Bəs mineral resurslar nədir? Mineral resurslar bu mineral resurslar nədir? Yerin altından çıxan faydalı qazıntılardır. Bu filiz və filiz və yadmışdım mən. Yerin altından bax, təbii ehtiyat deyəndə bax, təbii ehtiyat deyəndə müəllimlər, ümumi yeraltı, yerüstü nə varsa hamısı başa düşülür. Amma mineral resurslar deyəndə yerin altından faydalı qazıntı şəklində çıxanlar başa düşülür. Başa düşdük? Aha, yaxşı. Deyin görün mənə. Mineral resurslar özləri neçə yerə bölünür? Mineral resurslar özü bölünürdü, filiz və qeyri-filizlərə bölünürdü. Filizlər o idi ki, bütün metallar idi, filiz resurslarına bütün metallar aiddir. Buna misal olaraq dəmirdir, alüminiumdur, qalay misal göstərmək olar, sinkdir, qızıldır, gümüşdür. Amma qeyri-filizlər bir neçə elementə bölünür. Buna yanacaq mənşəli filizlər aiddir, neftdir, qazdır, torfdur, kömürdür, bunlardır. Sonra kimya xammallarıydı, buna aid fosforitdir, apatit idi. Sonra kalyum duzları olmalıydı. Bir də var tikinti materialları. Necə müəllim? Tikinti materialları. Tikinti materiallarında mərmər var idi, əhəngdaşı olmalıydı, sonra travertin var idi, sonra qiymətli daşlar var idi, buna almaz idi, yaqut idi, kəhrəba idi, əqiq idi, bunlar idi. Belə bölünürdü. Bəli, bunlar qiymətli daşlar aiddir. Yaxşı müəllim. Tükənib bərpa olunan resurslar hansılardır? Tükənib bərpa olunanlar deməli, hava idi, su idi, torpaq idi, bir də bitki idi. Torpaq, hava, su, bitki. Bunlar nədir? Tükənib bərpa olunanlardır, düzdürmü? Bax, başda torpaq resursları. Torpaq resursları tükənib bərpa olunan resurslara aiddir, düzdürmü? Bu qrupa aiddir. Bəli. Aha. Torpaq, bir var torpaq fondu, bir də var torpaq ehtiyatlarla təminat. Bax, torpaq fondu dedikdə nə başa düşürük? Torpaq fondu deyəndə qurudakı bütün torpaq sahələrdir. Məsələn, becərilən sahələrdir, çəmənlərdir, otlaqlardır, meşədir, kolluqlardır, yaşayış məntəqələri, bunun altında olan torpaqlardır. Bunların hamısı Dünya Torpaq Fondunun aid olan torpaqlardır.
Aslında. Məsələn, ölkə torpaq fonduna görə fərqlənən ölkələr deyəndə hansı ölkələri götürəcəksiniz? Əsasən daha böyük Sahən torpaq sahəsinə sahib olanlar. hansı? Bəs torpaq resurslarla təminat səviyyəsi yüksək olan ölkələr deyəndə hansı ölkələri götürəcəksiniz? Bu becərilməsinə görə, yəni necə deyirlər, becərilən torpaqlar daha çox olan ölkələri götürməliyik. Bunu da. Torpaq resurslarla təminat səviyyəsi dedikdə söhbət adam başına düşən torpaq ehtiyatlarından gedir, düzdürmü? Biz bu zaman ərazisi böyük, əhalisi az olan ölkələri, təminat səviyyəsi yüksək olan ölkələr kimi götürəcəyik. Məsələn, bax müəllim, Rusiyadır, Kanadadır, Amerika Birləşmiş Ştatlarıdır, Çindir, Hindistandır. Torpaq fonduna görə fərqli böyük olan ölkələr, torpaq fondu çox olan ölkələr, düzdürmü? Bu ölkələrdən Rusiyadır, Kanadadır, Qazaxıstandır. Torpaq fondu da böyükdür. Təminat səviyyəsi də yüksək səviyyədədir. Çünki əhalisi azdır, düzdürmü? Amma Çinlə Hindistan torpaq fondu böyük olsa da təminat səviyyəsi zəifdir. Niyə? Əhalisi çoxdur. Başa düşdük müəllim? Qaranlıq qalmadı ki. Bəli. Yox, tamam. Təşəkkür edirəm mənim. Çox sağ olun. Sağ olun. Gülyaz Şirinova. Məndən birazdan soruşsaz olar. Olar. Huri Cəfərova. Huri xanım, sağ olun. Sağ olun. Siz necəsiniz? Hazırsınız? Sağ olun, yaxşı. Bəli, müəllim. Siz mənə deyin görün, hansı ölkələrdir ki, bu ölkələrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda becərilən torpaqlar daha çox paya malikdir. Becərilən torpaqların daha geniş olduğu ölkələr. Mən becərilən torpaqlar, deməli mən yadıma düşdü. Hindistan idi, Rusiya idi. Yox, çoxdan özə sayacağam. Hindistan idi, ABŞ idi, Rusiya idi, Çin idi, Avstraliya, Braziliya, Argentina. Hindistan'da, Amerika Birləşmiş Ştatlarıdır, Rusiyadır, Çindir, Avstraliyadır. Birinci Hindistan. Ehtiyac yoxdur mənim. O hektarları sadəcə elə belə vermişəm mötərizədə. Həvəslə əzbərləmişəm, niyə deyirsiniz? Hə, yaxşı eləmisiniz bəli. Sadəcə ardıcılığı bilin bəs Hindistandır, sonra Amerika Birləşmiş Ştatlarıdır, Rusiyadır, Çindir, Avstraliyadır, Braziliyadır, Argentina. Bunlarda becərilən torpaqlar üstünlük təşkil edir. Düzdürmü? Bu su resursları deyəndə nə başa düşürük müəllim? Su resursları müəllim, hidrosferin, yəni çox az hissəsini əhatə edir şirin su ehtiyatları. Bu buzluqla yeraltı sular istifadəyə əlverişli deyil. Yəni ona görə də içməli suya olan tələbatın çox hissəsini çay və göllərin suyu hesabına ödənilir. Ən çox da deməli bu ehtiyatlar ən çox Kongo Demokratik Respublikasındaydı, Kanadadaydı, Braziliyadaydı. Çindəydi, ABŞ-daydı. Düzdür. Dünya hidroenerji ehtiyatının yarıdan çoxu deməli hansı ölkə? 6 ölkənin payına düşür, düzdürmü? Çin idi, Kongo idi, ABŞ, Rusiya, Kanada, Braziliya. Aysa bu ölkələrdir. Yaxşı müəllim. Keçdik bioloji ehtiyatlar. Bioloji ehtiyatlar dedikdə nə başa düşür? Müəllim, bioloji ehtiyatlar deyəndə həm bitki, mən onlar bizə dəqiqə fasilə verin, danışağa baxın. Olar müəllim, buyurun, narahat olmayın. Deməli, mən bioloji ehtiyatlar bitki örtüyüdür, heyvanlar aləmi idi. Orada meşə ehtiyatlarından təmin olunma dərəcəsinə görə Kanadadır, İsveçdir, Kambocadır, Kongodur, Mozambikdir, Kolumbiyadır, Braziliyadır. Bunlar idi. Sonra başqa şeydir, mərkəzidir, Cənub-Qərbi Asiyadır, Şimali Afrika falan zəif təmin olunub. Bir də şimal meşə qurşağı var, cənub meşə qurşağı var. Şimal meşə qurşağı iynəyarpaqlı ağaclardan əsasən təşkil olunub. Cənub meşə qurşağı isə əsasən tropik və ekvatorial zonalara aid idi. Daha çox enliyarpaqlı ağaclardan təşkil olunub. Enliyarpaqlı ağaclardan. Sonra orada var idi, orada deyirdi ki, mən inkişaf etmiş ölkələr meşələrlə yaxşı təmin olunsa da, qorumaq üçün oduncaq tədarükünü əsasən inkişaf etməkdə olan ölkələrdən ithal edir də, yəni. Asıl.
Yəni Qırıl öz ehtiyatlarına dəymir, kənardan alır, düzdürmü? Bəli. Bir də bu Cənub-Şərqi Asiya idi, məsələn Hindistan idi. Orada yəni qırılıb da bu oduncaq tədarükündən çox istifadə edilənib deyə tükənməsinə səbəb olunub orada. Ay sağ ol. Yaxşı müəllim. Bu meşələrin funksiyası var. Meşələr özü ümumiyyətlə iki dənə qurşağa bölünür da dedik. Şimal meşə qurşağı, bir də cənub meşə qurşağı Asiya. Əsasən də müəllim Asiya, Afrika, Latin Amerikasının payına düşür. Ay sağ ol. Bəs meşələrin funksiyasına hansılar, nələrdir? Müəllim, eroziyaya qarşı idi. Yol kənarındakı qoruyucu meşələr idi, su qoruyucu meşələr idi. Çay kənarındakı Kür çayı sahili Tuğay meşələri idi. Məsələn, çay kənarındakı elə bir meşələr idi. Sahil qoruyucu da belə deyək də. Bir də istirahət və sanitariya üçün kurort əraziləri. Bəs dövlətin meşə fonduna nə daxildir? Dünyanın meşə fondu var idi, meşə ehtiyacı. Dövlətin meşə fondu. Əvvəlcə onu deyək. Dövlətin meşə fondu dedikdə meşə sahələri, meşə bitkiləri olan sahələr, sonra meşə bitkilərlə örtülü olmayan sahələr, məsələn talalar, bir də qeyri-meşə sahələri, cığırlar və bataqlıqlar hamısı hara aiddir? Dövlətin meşə fonduna aiddir. Şimal meşə qurşağında əsas meşə tədarükçüləri hansı ölkələrdir? Hansı ölkələrdir ki, şimal meşə qurşağında meşə ehtiyatlarıyla zəngin olan ölkələrdir? Mən Rusiyanı deyə bilərəm. Yaponiyanı deyə bilərəm. Yaponiya? Yox. Şimal meşə qurşağında iynəyarpaqlar da, düzdürmü? Bəli. Tayqa, aysı. Bu iynəyarpaqlı meşələrdə şimal meşə qurşağına görə fərqlənən ölkələr hansılardır? Rusiya idi, ABŞ idi, Almaniya var idi, İsveç var idi. Orada bir də deyirdi ki, Yaponiya öz meşələrini qorumaq üçün yenə gəlmiş. Onu demirəm. Sadəcə şimal meşə qurşağı. Almaniya idi, Finlandiya idi. Almaniyanın da adı yoxdur da. Və şimal meşə qurşağının əsas meşə tədarükçüləri, meşə sahəsinin çox böyük olduğu ölkələr Rusiyadır, İsveçdir, Finlandiyadır, Kanadadır, Amerika Birləşmiş Ştatlarıdır, düzdürmü? Bəs cənub meşə qurşağına hansı bölgələr daxildir? Və hansı ölkələr cənub meşə qurşağında hansı ölkələrdir ki, meşə ehtiyatlarla zəngindir? Bunu da deyim mi? Braziliyadır, Surinam, Guyana, Yamayka, Mozambik, Tayland, Kamboca bu ölkələr Tayland, Kamboca. Kongo Demokratik Respublikası. Cənub-Şərqi Asiya ölkələri. İndoneziya da var idi. Bəli, İndoneziya, Malazya. Bunlar cənub meşə qurşağında yerləşən ölkələrdir. Təşəkkürlər mənim. Çox sağ olun. Sağ olun. Sonra, Huri xanımdan sonra Səidə Bağırova. Müəllimlər, PDF-də mən qeyd eləmişdim. Ölkənin meşəli əmsalı 25%-dən çox olarsa, bu meşələr sənaye əhəmiyyətli meşələr hesab edilir. Qeyd eləməmişsiniz, amma bilirdim. 25%-dən çox olmaz. Qeyd eləməmişəm, onu bir dənə dərsin sonunda mənə WhatsApp-da kimsə yazar, mən onu PDF-ə əlavə edirəm dərs qutarından sonra. O hissəni əlavə edirəm. Mən bir təkrarlayım, qeyd edirəm. Ölkənin meşəsi, meşəli əmsalı 25%-dən çox olarsa, yəni ölkə ərazisinin 25%-dən çox hissəsini meşə sahəsi təşkil edirsə, yəni ölkədə meşələrin sahəsi ümumi ölkə ərazisinin 25%-dən çoxunu təşkil edirsə, bu halda ölkənin meşələri sənaye əhəmiyyətli meşələr hesab edilir. Yaxşı. Müəllim, bu dərs bunu verməmişdiniz, amma əvvəlki hansısa mövzuda onu vermişdiniz amma. Dəqiq iş var. Torpaq ehtiyatı idi, nə idi müəllim dünya üzrə? Nəsə elə bir şey yadıma gəlir ki, orada 25% var idi. Ola bilər ki, amma elə zəhmət olmasa Sərifan xanım, ya kimsə biriniz mənə yazarsınız, mən dərsin sonunda ona bir dənə əlavə qeyd verərəm. O yadımda üçün qalsın da PDF əlavə edərəm. Tamam. Səidə xanım hazırıq? Başladıq müəllim. Deməli, meşə ehtiyatlarından danışdıq. Düzdürmü müəllim? Meşələrin funksiyasından da danışdıq. Keçdik müəllim, dünya okean resursları. Dünya okean resursları deyəndə nə başa düşülür? Dünya okeanında olan faydalı qazıntılar, orada olan kimyəvi elementlər, bunlar dünya okeanın
resurslarıdır. Həm də orada dünya okeanından enerjide də istifadə edə bilərik. Qabarma və çəkilməsinin enerjisindən istifadə oluna bilər. Dalğanın gücündən istifadə oluna bilər. Enerji almasında. Dünya okeandakı mineral resurslar özü yerləşməsinə görə iki yerə bölünür. Hansılardır? Şelf zonasında olan Faydalı qazıntılar, mineral resurslar, bir də tərkibində həll olunmuş olan faydalı qazıntılar. Aha. Bu suyun tərkibində olan mineral ehtiyatlardan bu gün ən çox nə əldə olunur? Hansı ehtiyat əldə olunur? Yaxşı. Duz. Ondan filizlərin, qeyri-filizlərin alınması çox baha başa gəlir. Yəni duzdan başqa dəmirdir, qızıldır, gümüşdür. Bunların əldə edilməsi çox baha başa gəlir, çox vəsait tələb edir. Amma ucuz başa gələni duzdur nisbətən, düzdürmü? Ona görə də duz əldə edirlər. Şirinləşdirir, bəzi ölkələrdə şirinləşdirilmiş dəniz suyu. Sənayedə falan istifadə olunur, şirinləşdirilmiş. Tamam. Müəllim, dünya okeanı bioloji resurslarından daha çox hansı ölkələr istifadə edir? Bioloji resurslarından. Bəli. Demək, istifadə edər mülayim yerliklərdə olan ölkələr istifadə edir. Təbii ki, orada məsələn biz Avstriyanı, İsveçrəni götürməyəcəyik ki, okean sahili ölkələri, hansı ki ondan istifadə imkanları böyükdür, varlı ölkələr, iqtisadiyyatı yüksək səviyyədə olan ölkələr götürəcəyik. Qeyri-ənənəvi enerji ehtiyatlarının hansılardır? Qeyri-ənənəvi qabarma çəkilmədir, külək enerjisidir. Sonra geoisti, veloisti, günəş enerjisidir, geotermal enerjidir. Bunlar qeyri-ənənəvi. Bunlardan istifadə imkanları hansı ölkələrdədir? Bunlardan istifadə imkanları da yenə də inkişaf etmiş ölkələrdir ki, çünki bunların baha başa gəlir. Əldə olması çoxlu vəsait tələb edir. Bəli, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir. Aqroiqlim resursları deyəndə nə başa düşürük? Aqroiqlim ehtiyatları dediksə, deməli, temperaturların, fəal temperaturların cəmidir, yağıntı dövrün müddətidir, qarın yerdə qalma müddətidir. Yəni kənd təsərrüfatı bitkilərin inkişafı üçün lazım olan istilik, işıq, rütubət. Ən yaxşı təmin olunmuş yerliklərdə deməli subekvatorialdır, subtropikdir. Tropikdir. Bunlar ən yaxşı təmin olunmuş bölgələr. Əla. Yaxşı. Rekreasiya ehtiyatları nədir? Rekreasiya ehtiyatları insanların istirahətini təmin etmək üçün lazım olan ehtiyatlardır. Dəniz sahili mövqe olsun və yaxud da onların müalicə alınması üçün olan təbii ehtiyatlardır. Sizin naftalan neftiniz qeyd edirik. İnsanların istirahətini təmin etmək. Təbii rekreasiya ehtiyatları nədir? Tarixi mədəni rekreasiya ehtiyatları. Təbii rekreasiya ehtiyatları təbiətdən istifadə edirik lazım olan. Bir də tarixi də abidələr olsun. Məsəl üçün Hindistanda Tac Mahaldır, İtaliyada Kolizidir. Məşhur abidələrin yerləşdiyi ərazilər olsun. Çin səddidir. Bunlar məsələn Şəkidə Xan Sarayıdır, gələrsən, görərsən Qız Qalasının özü. Bunlar tarixi mədəni rekreasiya ehtiyatlarına aiddir. Yaxşı. Keçdik müəllim, təsərrüfatın sahə quruluşuna. Təsərrüfat dedikdə nə başa düşürük müəllim? Təsərrüfat dedikdə iqtisadi sahələrin cəmini başa düşəcəkdə, maddi və qeyri-maddi istehsal sahələrinin cəmini təsərrüfat adlanır. Maddi istehsal sahəsi nədir müəllim? Maddi istehsal sahəsi, yəni istehsal, hər hansı bir məhsulun istehsal olunmasıdır. Maddi istehsal. Hər hansı bir məhsulun istehsalı və onun istehlakçıya satılması ilə bağlı maddi istehsala hansılara aiddir? Maddi istehsala çox şeylər aid edə bilərik də. Kompleks olaraq qruplaşdırsaq, sənaye, kənd təsərrüfatı, sənaye, kənd təsərrüfatı, tikinti və tədarük bura daxil, düzdürmü? Bəs qeyri-maddi istehsal sahələri nədir?
qeyri-maddi istehsal sahələrində hər hansı bir məhsul istehsal olunur. Yəni xidmət sahələri nəzərdə tutulur. Nəqliyyat olsun, turizm olsun, elm, səhiyyə. Bunlar qeyri-maddi istehsal Qeyri-maddi sahələri. istehsal sahələrinə daxildir. Təsərrüfat neçə sektora bölünür? Təsərrüfatın 4 sektoru var. Birinci sektor hasilat sənayesidir. İkinci sektor emal edici sənayedir. Üçüncü sektor xidmət sahələridir. Dördüncü sektor isə informasiya texnologiya. İnformasiya. Birinci sektora daxil olan sahələr deyin. Birinci sektora daxil olan kənd təsərrüfatı məhsullarının becərilməsidir. Sonra Xam malın bazarların çıxarılmasıdır, xam malın əldə olunmasıdır. Meşə, oduncaq tədarüküdür. Bunlar deməli birinci sektora aid olan sahələr. Birinci sektora aid olan sahələrin yerləşdirilməsi zamanı nəzərə alınan ən başlıca amil nədir? Ən başlıca amil təbii ehtiyatlarının təmin. Təşəkkürlər. Çox sağ olun. Səidə xanımdan sonra Aytəkin xanım. Bəli, müəllim. Hazırıq müəllim. Bəli. Aha. Bu gün hansı ölkələr ola bilər ki, onların iqtisadiyyatlarında birinci sektor öndə gedir? Hansı ki, iqtisadiyyatları demək olar ki, birinci sektordan, yəni hasilat sənayesi ilə kənd təsərrüfatının inkişafından asılıdır. Hansı ölkələr deyə bilərik? İnkişaf etməkdə olan ölkələr. İnkişaf etməkdə olan ölkələrdən hamısını deyə bilmərik də. İnkişaf etməkdə olan ölkələrin hansılarını desək daha doğru olar? Əsasən hasilatdan asılı olanlar... Bir də kənd təsərrüfatı asılı. Geri qalanlar. Geri qalan, geri iqtisadiyyata malik olanlar. Düzdürmü? Bəli. Biz deyə bilərikmi ki, inkişaf etmiş ölkələrdə birinci sektor yoxdur? Var müəllim. O faydalı qazıntılarla zəngin olan Avstraliyadır, Kanadadır, Cardır. Və bu ölkələrdə birinci sektor var. Hayır, var. Bəs deyə bilərikmi ki, inkişaf etməkdə olan ölkələrdə üçüncü sektor, dördüncü sektor yoxdur. Deyə bilərik? Var müəllim, yox. Deyə bilmərik. Var. Tamam. Üçüncü sektor var, dördüncü sektor. Aytəkin xanım. Amma zəif inkişaf edir. Bəli, zəif inkişaf. Dünyada yeganə dövlətdir ki, nə birinci sektor var, nə ikinci sektor. O da balaca Vatikan dövləti. Ayda, bildi. Dedim, yeganə sözünə görə deyəcəksiniz ki, yox. Bəli, Vatikan dövləti. Onun keçən dəfə hansısa, o birisi qrupların hansıdasa birində iştirakçılar araşdırdı. Heç nəyi yox da, konkret. Mən özüm üçün düşünürdüm ki, Vatikanda beləcə bir küçədir, məhəllədir. Nəyi olar ki, ancaq turizmi var. Xidmət sferasıdır. Və salam, heç bir maddi istehsalı, nə birinci sektor var, nə ikinci sektor. Heç nə yoxdur. Amma digər Vatikandan başqa digər Islam dövlətlər var. San Marino'dur, Andorra'dır, Monaco'dur. Bu ölkələrdə müəyyən qədər də olsa nəsə var. Amma Vatikanda heç ümumiyyətlə yoxdur. Sırf 3-cü, 4-cü sektorlardır. Yaxşı müəllim. Əla. İnkişaf etmiş ölkələrdən də hansılar dediniz ki, birinci sektorun payı yüksəkdir? Kanada, Avstraliya, bir də Car. Kanada'da, Avstraliya'da bir də nədir? Cənubi Afrika Respublikası. Cənubi Afrika Respublikası. Yaxşı. Eşidirsiniz? Keçdik ikinci sektora. İkinci sektor nədir mənim? Yəni, ikinci sektor emal sahəsidir. Emalla bağlı sahə. Bəli. Aha. Sahəyə aid energetika, metallurgiya, maşın qayırma, kimya, meşə, hündür və yeyinti sənaye sahələri daxildir. Əla. İkinci sektor bunlar. Birinci başlayaq energetika. Energetika, yəni yanacaq energetika sənaye kompleksidir. Bu, düzdürmü? Bu energetika kompleksi nə deməkdir? Nədir? İşin adı nədir? Mənim yanacağın hasilatıdır, bir də elektrik enerjisinin istehsalı və istehlakçıya çatdırılmasıdır. Bax müəllim, yanacaq ehtiyatlarının çıxarılması, emalı və istehlakçıya çatdırılması, bir də elektroenergetika, yəni elektrik enerjisinin istehsalı və istehlakçıya çatdırılması özü birləşdir. Düzdürmü? Müəllim, bax bu yanacaq energetika kompleksinin hansı hissəsi birinci sektora aiddir? Hansı hissəsi ikinci sektora aiddir? Həm hasilatı birinci sektora, emalı da ikinci sektora. Afərin sizə. Tamam. Yanacaq növləri deyəndə hansılar başa düşülür? Yanacaq növləri belə deyək də, yanar faydalı qaz
qazıntılar var. Hansılardır? Məsələn, neft, təbii qaz, daş kömürdür. Yanarsiz. Sonra Bunların çıxarılması, kromuz emalı və olur. istehlakçıya satılması, düzdürmü? Bəli. Bəs elektroenergetika sənayesi nədir? Orada da istilik elektrik stansiyası, su elektrik, atom, bir də alternativ enerji Bax, bu mənbələri. nədir? Bunlara İşin adı da nədir bu? Nə edir? Nə iş görür bu müəssisə? Yəni müəssisələri elektrik enerjisindən təmin edir. Yəni Aysa. elektrik enerjisi olmasa müəssisələr Təbii çalışa ki. bilməz. Deməli, elektrik enerjisinin istehsalından ibarətdir. Əsas da İES-dir, SES-dir, AES-dir, bir də alternativlərdir. Düzdürmü? Alternativ enerji Aferin sizə. mənbələri. Keçdik metallurgiya sənayesindən. Metallurgiya sənayesi sözü neçə yerə bölünür? Metallurgiya, məsələn, filizin hasilatıdır, saflaşdırılması, əridilməsi. Onun da sahələri maşın qayırmadır, sonra kimya sənayesi, meşə sənayesi. Müəllim. Yox, mənim səs aldım. Metallurgiyanın işi nədən ibarətdir? Hasilatıdır, saflaşdırılmasıdır, əridilməsidir. Özü iki yerə bölünür. Qara metallurgiya, bir də əlvan metallurgiya bölünür. Müəllim, metallurgiya Qara kompleksinin hansı hissəsi birinci sektorda, hansı hissəsi ikinci sektor? Mən yenə metallurgiyanın o belə deyək də birinci sektorda tutaq ki, dəmir filizini deyək, o hasilatı birinci sektordur. Emalı da hər hansı bir məhsul alırıqsa, məsələn, boru, məsələn, istehsal ediriksə, tənəkə, bax o ikinci sektora aiddir. Aferin. Neçə yerə bölünür? Metallurgiya mənim Bəli. iki hissəyə bölünür. Qara metallurgiya, bir də əlvan. Qaraya aiddir dəmir, manqan, Bir də xrom. əlvan metal. Əlvanın özü də iki yerə bölünür. Ağır metallar, bir də yüngül metallar. Ağırlara mis, qalay, qurğuşun, sink, yüngüllərə alüminium, magnezium, silisium bunlara. Hər ikisində istehsal prosesi necə gedir? Hansı ardıcılıqla gedir? Yəni birinci əsas hasilatdır, sonra saflaşdırılmadır, əridilmə, bir də hazır məhsul, Son məhsula çevrilməsidir. Tamam. Bəli. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun. Sonra Aytəkin xanımdan sonra Günura xanım yoxdur. Gözəl Rızayeva. Bəli, Necəsiniz? çox sağ olun. Siz necəsiniz? Təşəkkür edirəm müəllim. Hazırıq. Bəli. Tamam müəllim. Keçdik maşın qayırma sənayesi. Maşın qayırma sənayesi nədir? Nə işləyir? Nə edir? Nə yeyir? Nə içir? Maşın qayırma maşın istehsalı ilə və ya digər mexanizmləri, yəni alır. Mexanizmləri bir sözlə istehsal edir. Maşınları, avadanlıqları, cihazları istehsal edən bir sektordur, sahədir. Bəli, özü 3 yerə bölünür. Ağırdır, ümumi dəqiq maşın qayırmadır. Bütün bu nəqliyyat maşın qayırması olsun, təzgah maşın qayırması, bir də kənd təsərrüfatı, ümumi maşın qayırmadır. Robotlar istehsalı, sonra elektrotexnika avadanlıqlar. Elə bir sözlə müasir avadanlıqların hər biri elektron avadanlıqlar, dəqiq maşın qayırmadır. Ağırdakı bu energetika, yol tikinti və ya sənaye avadanlığı və davam edən maşın qayırması da ağırdır. Bunlarda ağır maşın qayırmadır. Bax müəllim, bu maşın qayırmadan ağır maşın qayırma. Əsasən yerləşmə prinsipi necədir? Necə, harda yerləşdirilir? Nəyə tələbatlıdır bu sahələr? Ağır maşın qayırma sahələri. Ağır maşın qayırma sahələri metal tutur. Metal tutur. Aha, bəli, yəni xam mala meyillidir. Onlar metala Amma meyillidir. dəqiq maşın qayırma ixtisaslı kadra meyillidir. Bax müəllim, ağır maşın qayırmadan dəzcey var. Məsələn, energetika maşın qayırması. Energetika maşın qayırması nədir müəllim? Energetika təsərrüfatı kompleksi dediyi yanacaq və elektroenergetika. Bax, Bax müəllim, bu kompleksdə nə qədər ki qurğular, avadanlıqlar fəaliyyət göstərir, maşınlar. Qurğular. Bax, onları istehsal edən müəssisələr energetika maşın qayırması gedir. Məsəl üçün, baxın, neft sənayesi üçün neftin çıxaran qurğular var. Düzdürmü? Platformalarda qurğular. Bax, o energetika maşın qayırmasına aiddir. Fikrimi çatdıra bildim. Elektrik enerjisini istehsal edən stansiyalarda nə qədər qurğu avadanlıq istehsal olunur, işləyir, fəaliyyət göstərir. Onlar hamısı maşınlar, avadanlıqlarda axı. Bax, onları istehsal edən müəssisələr energetika maşın qayırmasına aiddir. Fikrimi çatdıra bildim müəllim?
Bəli, mən başa düşdüm. Onların da hamısı metala meyillidir. Onların işləməsi üçün, hazır olması üçün çoxlu metal tələb olunur. Deməli, metal tutumludur. Əsasən metallurgiya müəssisələrinə yaxın yerləşdirilir. Kimi çatdıra bildim müəllim? Bəli, mən. Qaranlıq qalmadı mı istəsən? Xeyr, başa düşdüm. Tamam müəllim. İndi keçdik. Bax müəllim, ümumi maşın qayırmanın sizcə hansı sahələri metala tələbatlı olar? Yəni bu avtomobil maşın qayırması, ümumiyyətlə bu nəqliyyat maşın qayırması. Bu ixtisaslı kadrların yerindəki bilsək. Yəni nəqliyyat maşın qayırması da, yəni Bəli, metal komponent. avtomobil istehsalıdır, gəmi istehsalıdır, Bəli. təyyarə istehsalıdır. Bu Kənd təsərrüfatı nəqliyyat texnikaları maşın var. Kənd təsərrüfatı texnika, Bəli. traktorlar, kombaynlar, hamısı metaldandır. Bunlar da metala meyillidir. Bəli. Ağır maşın Amma qayırmanın texnik maşın qayırma aha, onlar ixtisaslı ixtisaslı kadra bəli, meyillidir. elm tutumludur, əmək tutumludur. İri şəhər aqlomerasiyalarına yaxın yerləşdirilir. Düzdürmü? Müəllim, Bəli. deyin görün mənə, ağır maşın qayırmanın digər sahələri var ki, fırlatdınız demədiniz, hansılar idi? Demədim, dağ mədən maşın qayırması, Aha, yol tikinti və sənaye Bax avadanlığı, mənim. bir də elektroenergetika. aha, Var indi. Düzdür. Dağ mədən maşın qayırması deyirsiniz. Nə demək? Bu hansı nə deməkdir? Bu dağ mədən maşın qayırması. Dağ mədən maşınlar deyəndə hansılar başa düşürsünüz? Mədən Elə bu əzbər olaraq deyirsiniz da dağ mədən maşın qayırması. ha, Bax burada hansı maşınlardan gedir söhbət? Bilirsiniz müəllim? bu şey Fayda faydalı qazıntılardan bəli, çıxaran faydalı qazıntıları çıxaran texnikalar var, ağır Bəli. texnikalar. Dağı qazır, yeri qazır. bəli, o Orada yükü daşıyan filiz ağır faydalı qazıntılar bəli, çıxaran. daş kəsəndə bilirsiniz nə Məsələn, bu qədərdir? Dəmir filizini çıxardan maşın qayırma. Bəli. dağ mədən maşın Bilirsiniz daş kəsəndə nə qədər elə texnikalar, ağır texnikalar fəaliyyət göstərir orada. Bax onlar dağ mədən işlərində, faydalı qazıntıların işlərində istifadə olunan texnikalar, avadanlıqlar dağ mədən maşın qayırması məhsullarıdır. Düzdürmü? Bəs yol tikinti avadanlığı nədir? Bəli. O da yol çəkən maşınlar. Bəli, yol çəkilişlərində görürsüz asfaltı presləyən var, Bəli. asfaltı gətirib ora tökən var. Görürsüz orada müxtəlif qurğular, texnikalar işləyir. Hamısı görürsüz də kauçukdandır özdə hamısı. Düzdürmü müəllim? Nədən? Kauçukdadır. Hə, hə. Metaldandır da müəllim. Düzdürmü? Hə, hə. Onlar bəli, görürsüz bəli, hamısı metal tutumlu. Yaxşımı müəllim? bəli. Afərin sizə, afərin. Əla. Getdik müəllim kimya sənayesine. Bax müəllim, kimya sənayesinin müsbət tərəfləri də var, mənfi tərəfləri. Deyin görüm o müsbət. Mənfi tərəfləri çirkləndirir ətraf aləmi. Yəni ekoloji cəhətdən çirkli sahədir. Aha. Müsbət cəhəti də ki, əvvəlki kimi deyil, materialları sui materiallarla əvəz etmək olur. Bunun üçün də əlverişlidir. Bir də tükənməz xammal bazasına malik. Hə, bir də tükənməz. Məsələn, təbii ehtiyat tükənə bilər, amma bundan suyun əldə olunması deyə tükənmir. Hətta bu gün elə inkişaf etmiş ölkələrdə kimya sənayesinin xam malını zibil tullantılarda təşkil edir. Orada çeşidləşdirirlər də. Məsələn, ərzaq tullantıları bir ayrı yığılır. Geyimlə bağlı tullantılar bir ayrı. Plastik tullantılar bir ayrı. Bax o tullantıların hamısı gedir emala. Orada ondan xam mal kimi istifadə edib kimya sənayesində xam mal kimi istifadə edirlər. Başa düşdük müəllim? Yəni, Tamam. Kimya sənayesinin sahələri var. Onları da deyin zəhmət olmasa. mədən kimyası var, üzvü sintez kimyası, məişət kimyası, əsas kimya, bir də polimerlər kimyası. Əla. Deyin görün mədən kimyası nə istehsal edir? Kükürt, duz, apatit, fosforit Bunların nəyini həyata keçirir? hasilatında Aysa, hansı sektora aiddir? birinci sektora. Afərin sizə. Bəs əsas kimyada nə istehsal olunur? Burada da əsas şeylər, turşular, duzlar. Bu duz içində də var, həm mədəndə, Yox, həm müəllim. əsasda. Bax, bir var duzun çıxarılması. Bu mədən kimyasına aiddir. Bir də var ki, Aha, duzun aha. emalı. Duzun emalı əsas kimyadadır. Sonra qələvidir, bir də mineral gübrələr. Gübrələrdir, duzlardır, İstehsalı. turşulardır. Allah. Bunların istehsalı isə gedir hara? Əsas kimyaya. Bu da əsas kimyadır, ikinci sektor. Təşəkkürlər. Çox sağ olun. Sonra Məndən də soruşanda bəlkə işıqlar sönə bilər, külək əsir. Siz tərəfdə də küləkdir. Bəli, müəllim. Bu gün bölgələrdə yaman külək əsir. Elədir. Tamam. Tamam. Başlayaq. Müəllim.
Yaxşı. Əsas kimyanı dedik, mədən kimyasını dedik. Düzdürmü müəllim? İndi Evet. deyirik nəyi? Üzvü sintez kimyası. Burada nə istehsal edilir? Spirt, plastik kütlə istehsal olunur. Ondan başqa polimerlərdir, məişət kimyası da daxildir ki, məişət kimyasına əczaçılıq, demək dərmanların istehsalı, ətriyyat kimyasıdır. Sonra məişət kimyası bunlar daxildir. Polimer kimyasına da ki, kimyəvi liftdir, sintetik materiallar və s. Karbohidrogen xammalı və yarımfabrikat istehsalı hansı kimyaya aid? Karbohidrogenlə Karbohidrogen xammalı və yarımfabrikat istehsalı hansı kimyaya aiddir? məncə polimerə Hətta sintetik deyil ki, o. karbohidrogen xammalı və yarımfabrikat. Yarımfabrikat əlavə emal tələb edən məhsullardır. Bunları istehsal edən üzvü sintez kimyasına aiddir. Başa düşdük müəllim? Okay. Deməli, meşə sənayesi. Başlayaq meşə sənayesi. Meşə sənayesi nə deməkdir müəllim? Meşə sənayesi oduncal tədarükü və onun ağacların emalı sahələrini özündə əks etdirir. Bir emal tədarük birinci sektora, emal ikinci sektora aiddir. Deməli, iki yerə bölünür. Kimyəvi emal, bir də mexaniki emal. Kimyəvi emalda kartondur, deməli, boyadır, kanifoldur, spirt bunlar istehsal olunur. Mexaniki emalda isə deməli, ağac tədarüküdür, mebeldir, taxta şalban, faner və s. bunlar. Bunlar istehsal olunur. Aha. Bax müəllim, meşə sənayesinin birinci hissəsi dediniz oduncaq tədarüküdür. Düzdürmü? Oduncaq tədarükü sahəsi əsasən hara meyl eləyir? Xam malın olduğu yerə, deməli. Ayşə. Xam malın olduğu yerlər deyəndə haranı götürərsiniz? Məsələn, şimal və cənub meşə qurşağı var. Ayşə, meşə ehtiyatları olan yer. Bəli. Bax, oduncağın tədarükü sahəsi dediniz da. Bu sahənin işi nədir? Bu nə edir? Nə iş görür? Mən onu bilmirəm. O izah edin bilir. Elə bir ağacı mən kəsirlər, satırırlar, digər ölkələrə ixal edirlər. İdxal yox, ixrac edirlər. İxrac. Ayşə. Deməli müəllim, oduncağın tədarükü nədən ibarətdir? Meşədə ağacların qırılması, budaqlarının, yarpaqlarının təmizlənməsi və onu oduncaq şəklinə salınması. Vəssalam, bunun işi bundan ibarətdir. Ağacları doğrayırlar, budaqlarını təmizləyirlər. Özə bu günləri mən tez-tez qarşıma çıxır internetdə. Deməli, texnikalar var ki, deməli uzaqdan belə deyək də, bir traktor kimi deyək də, bir texnikadır. Uzun onun bir çalo kimi deyilən bir uzun burun hissəsi var. Deməli, ağacdan aralı məsafədə durur, uzadır onu, həmən o hissəni. Ağacın gövdəsindən yapışır. Texnika elədir ki, gövdəsindən tutur, yıxılmağa qoymur və aşağıda mişarı var. Mişar onu kəsir. Kəsəndən sonra qaldırır ağacı, sürətli şəkildə elə bir vəziyyətə salır ki, sanki bir dəqiqənin içərisində bütün budaqlarını təmizləyir və doğrayıb, məsəl üçün tutaq ki, 5 metr, 6 metr uzunluğunda doğrayır, atır kənara. Sürətli şəkildə işi həyata keçirir. Təsəvvür edirsiniz, texnika var. Elə texnika. Bax, sırf oduncaq tədarük görmüsünüz də yəqin ki, Ayşə. Sırf videolarda, Ayşə, mən də videolarda qarşıma çıxır. Sırf tədarük işi bax odur mənim. Yaxşı müəllim, bax bəzi ölkələr oduncaq tədarükünü həyata keçirir. Bu oduncaqları yığırlar, bunu daşımaq lazımdır da, düzdürmü? Daşımaq üçün nəqliyyat lazımdır. Bəzi ölkələr hansı nəqliyyatdan istifadə edirlər ki, çox ucuz başa gəlir onu daşıma xərcləri. Su nəqliyyatı. Deməyin də Solmaz xanım, olmadı ki. Akıtırlar da mən. Bəli, yadınızdadır, biz Şimali Avropa ölkələrini keçəndə nə demişdik? Şimali Avropa ölkələrindən Norveç, İsveçdir, çaylarından ağac axıdılmasında istifadə olunur. Pulsuz nəqliyyatdır da. Biz o dərslərdə iştirak etməmişdik, orada oradan. Fırlatmışdınız o dərsləri, eləmi? İnsan idi, mən odur. Bildim. Ağac axıdılması, bax odur müəllim. Ağac axıdılması. Onları sal şəklinə salırlar, bağlayırlar, qoyurlar suya, gedir. Müəyyən bir hissədə o qurğular var ki, o qurğular onları oradan sudan götürür və sonra da doğrayıb emal mərkəzinə çatdırılır. Başa düşdük müəllim? Evet. Tamam.
Mexaniki emalı dediniz, kimyəvi emal dediniz. Bax müəllim, mexaniki emal xam malı hardan alır? İstehsal prosesini biz anlandıraq gözümüzün qabağında. Mexaniki emal dediniz ki, taxtadır, şalbandır, nə bilim, yeşikdir, mebeldir. Bunları istehsal edir, düzdürmü? Bax bu mexaniki emalın xam malını nə verir? Ağac verir demək. Hayır, tədarük sahəsi verir. Tədarükün xam malını meşə verir. Mexaniki emalın xam malını tədarük sahəsi verir. Düzdürmü? Yaxşı, bəs kimyəvi emalın xam malını nə verir? Xam malı. Bəli, Kimya sənayesi vermək. kimya sənayesi. O kimyəvi emalda meşə ilə kimya birləşir, meşə kimya sənayesi yaranır. O Bəli. xam malı hardan alır? Metallurgiyadan alır, yoxsa yanacaq sənayesindən alır? Hardan alır? Bilmədiniz? Müəllim, meşədə ağacları doğrayan zaman tullantı yaranır. Yarpaq, budaq. Düzdürmü? Mexaniki emalda ağacları doğrayan zaman, kəsən zaman ağac çəpəyə alınır. Biz ona nə deyirik? Apelka. Yəqin ki, eşitmisiniz də. Sağ olun. Həmən o tullantılar, həm tədarükdəki tullantılar, həm mexaniki emaldakı tullantılar gedir kimyəvi emala. Kimyəvi emalda onları emal edərək müxtəlif məhsullar əldə edilir. Başa düşdünüz müəllim? Bəli, mən başa düşdüm. Aha. Bunu bildik. Bir dənə də sual verəcəm mən sizə. Bir dənə də sual verim sizə. Mənə deyin görür, ümumi maşın qarma məhsulları hansılardır? Bunu da deyin canınıza qurtarın. Nəqliyyat maşın qayırması, kənd təsərrüfatı maşın qayırması, təzgah qayırma aiddir. Nəqliyyat maşın qayırması da ki, təyyarədir, qatardır, avtomobildir, bunlar daxil. Təşəkkürlər. Çox sağ olun. Az oldu, mənim sualım. Az oldu. Hərəyə 6 dəqiqə sual cavab verirəm. Tamam, 1-2 dəqiqədə sual, 1-2 dənə də sual verirəm. Siz mənə nə deyin müəllim? Elektroenergetika sənayesi nədir onu deyin? Elektroenergetika, elektrik enerjisinin istehsalından məşğul olan sahəni. Meşələrin funksiyası nədir? Meşələrin funksiyaları deməli sahil bərkirici funksiyası malikdir. Sonra eroziyanın qarşısını alması üçün, sonra şəhər yaşıllığının bərpası üçün yol kənarlarında əkilən ağaclar deməli yol qoruyucu deyil. Yol qoruyucu, düzdür, yol qoruyucu. Su qoruyucu. Su qoruyucu. Müəllim, deyin görün mənə, bax, bir dənə də sual verim sizə. Deməli, nə deyəcəm? Hə, var torpaq fonduna görə fərqlənən ölkələr, bir də var torpaq ehtiyatlarına görə fərqlənən ölkələr. Bunları necə fərqləndirirsiniz? Torpaq fondu müəllim, əhali sahəsi, ərazisinin sahəsi daha böyük olan ölkələr götürülür. Afərin. Bəs torpaq ehtiyatları? Torpaq ehtiyatı isə deməli istifadə olunması nəzərdə tutulacaq sahələr. Adam başına düşən torpaq sahəsi başa düşülür. Əhalinin. Düzdür, sahəsi böyük, əhalisi az olan ölkələr. Bir də müəllim, bir dənə də sual verim, sonuncu sual. Təbii ehtiyatlarla təminat neçə formada tapılır? Təbii ehtiyatlarla təminat. Bəli. Deməli, hər adama düşən, hər nəfərə düşən həcmi, bir də ki, onların çatacağı illərə görə, kəşf olunmuş ehtiyatların çatacağı ilə görə müəyyən olunur. Təşəkkürlər. Onlar da ayrı. Hə, deyin, onları deyin. Deməli, hər nəfərə düşən təbii ehtiyatı müəyyən etmək üçün təbii ehtiyatı ümumi əhaliyə bölürük. Deməli, çatacağı ili müəyyən etmək üçünsə, bir il ərzində çıxarılan təbii ehtiyatı elə bölürük. Elə həmin bir il istifadə olunan. İldə istifadə olunan. Ümumi ehtiyatı bölürük bir il istifadə olunan təbii ehtiyatı. Təşəkkürlər, çox sağ olun. Sağ olun. Tamam. Keçdik, deməli. Rüfanə xanım. Bəli, bəli. Axşamınız xeyir bir daha. Hazırlıq müəllim. Bəli, bəli. Getdik müəllim. Yüngül sənaye. Yüngül sənaye nə edir, nə iş görür, nə yeyir, nə içir? Yüngül sənaye əhalinin gündəlik tələbatı, geyim, ayaqqabı, xalça istehsalı bu sahələri tanır. Bəs ev əşyaları da var onun içində. Ev əşyaları deyəndə nə başa düşürük? Yəni xalça deyə bilərik, məsələn pərdə deyə bilərik. Bunlar da daxil. Yataq dəstələri, yorğan, döşək, bunlar hamısı yüngül sənayenin məhsullarıdır, düzdürmü? Yüngül sənaye sahələri
bilirsiniz ki, qədim sənət. Yüngül sənət qədim sahədir bu sahə, düzdürmü? Yaxşı, daha çox harda yerləşdirilir? Bu sahə daha çox nəyə meyillidir? Hə, bu əhali sıx olduğu yerlərdədir. Yerlərdə. İstehlaka meyillidir. İstehlaka meyillidir. Bəs daha çox nə tələb edir? Qadın əməyindən. İşçi qüvvəsindən, xüsusilə də qadın əməyindən daha çox meyilli olan bir sahədir, düzdürmü? Yaxşı, yüngül sənaye sahəsi özü sektor olaraq, kompleks olaraq neçə yerə bölünür? Bir var toxuculuqdur, tikişdir, bir də bu göndəri ayaqqabı falan olandır. Bu toxuculuqda pambıq parça, ipək, kətan vardır. Bunları neynirlər? Bu da iş nədən ibarətdir? Toxuyurlar da. Ancaq toxumaq. Burada pambıqdan pambıq parça, yundan yun parça, kətandan kətan parça, xalça, ancaq toxumaq. Bunun işi ancaq toxuyub parçalar. Bax mənim bir dənə sual verim. Xanım siz daha yaxşı bilərsiniz. Toxunmuş parçalar var. Hansı ki geyimə hazır olan parçalar var. O parçalara nə deyilir? Yarım fabrikat. O yarım fabrikatdır. Haqlısınız, doğrusunuz. Amma bəs onun başqa bir adı var. Siz onu göydə tutmalıydınız. Kim deyər? Trikotaj. Alo. Bax, məsəl üçün, tutaq ki, geyim tikdirmək istəyirsinizsə özünüzə, hansısa bir geyimi, düzdür? Yaxınlaşırsınız, parçasını alırsınız. Bir var hazır geyim almaq, bir də var parça alıb tikdirmək. Dərziyə verirsiniz, tikir. O hazır parça alırsınız, ha. Bax, həmən o parçalar trikotaj gedir. Yaxşı müəllim. Və yaxud da ki, məsəl üçün, yorğan üçün, döşək üçün hazır parçalar satırlar da, yaxınlaşıb alırsınızsa, düzdürmü? Bax, onlar trikotajdır. Hansı ki, onlar gedib sonradan tikirlər. Başa düşdünüz? Yarım fabrikat da əlavə emal tələb edir. Başa düşdünüz mənim? Onlar trikotaj adlanır. Yaxşı, Rüfanə xanım, bəs mahluc nədir? Mahluc? Bəli. Bilirdim imam, unuttum. Yadıma sardım ben. Müəllim, pambıqdan o dərilən belə emala gedir, hazır artıq təmizlənmiş, çiğdən təmizlənmiş vəziyyət, o alır, mahluc. Bax, pambığı sahədən yığırlar. Aparırlar pambıq təmizləmə zavodu. Düzdürmü mən? Pambıq təmizləmə zavodunda ondan çiğdi ayrırlar. Çiğdən ayrılmış pambığa mahluc deyil. Bax, o da yarım fabrikatdır. Yaxşı mənim? Tamam. Tikiş sənə... Müəllim, sonra onu presləyirlər. Belə pres şəklində bir-birinin içərisinə o qədər girir ki, bax, o vəziyyətdə, sıxlaşdırılmış vəziyyətdə onu artıq göndərirlər emal. Emal, bəli. Düzdür. Tamam, Rüfanə xanım, eşitirsiniz? Toxuculuğu dediniz ki, ancaq toxumadan ibarətdir. Düzdürmü mənim? Bəs tikiş sənayesinin işi nədən ibarətdir? Bu da tikməkdən ibarətdir, tikiş aparatlarının təmirindən ibarətdir. Aparat yox edəlim. Tikiş məmulatdan. Hazır partiyadan nəsə hazırlayır tikir. Bir də təmin eləmək. Elə bir ki, tikiş... Tarı təmir edir, aparatı yox. Yəni tikir nəyisə edir. Bəli. Onun aparatları maşın qayırmaya aiddir. Bəli. Aha, ev canlısınız. Bəs yaxşı, dəridir, xəz, ayaqqabı istehsalı. Bunlar nə demək? Bəli, bunlar da elə xəz dəridir, dilik göndəri, ayaqqabı falan, bunlar hamısı aid. Bunların demək, bunlar bax, indi bir dənə sual verim sizə. Yüngül sənaye sahəsi xam malını hardan alır? Kənd təsərrüfatı. Başqa? Bir də kimyadan alır. Aferin sizə. Kənd təsərrüfatından alır pambıq, kətan, yun, düzdürmü müəllim? Bunları alır. Amma kimya sənayesindən nə alır? Onları boyama. Müəllimlər, xahiş edirəm. Mən deməyənə qədər kimsə yerdə deməsin. Hə, Rüfanə xanım, kənd təsərrüfatından alır nə? Pambıq, yun və yaxud da ki, dəri, düzdürmü? Heyvan dərisi. Amma bu dəri falan o nədən alır? O heyvanlardan alınır da mənim. Bax, məsəl üçün, qəssabxanalarda heyvanlar kəsilmir. Onların dəriləri hara gedir? Məsələn, biz koja putkalar... Koja nədir rus dilindədir da? Koja sözü rus dilindədir, bizim dəridir. Bilirəm. O dəri heyvanlardan nətər alına bilər, onu çatmır. Heyvanlar, bax mənim, heyvanı kəsirlər. Düzdür, onun dərisi gedir dəri zavoduna. Dəri zavodunda birinci növbədə aşılama gedir. Dərini aşılırlar. Ona müxtəlif dərmanları, qatqılar qatırlar. Aşılama gedir.
Üstdə olan hissədən alınır da. Necə? Yunun altında olan sanki hissədir. Hə, aşlayanda onun üzünün tükü gedir. Ay, Aşlanır. başa düşdünüz. Bəli, Hə, bəli. ondan sonra o gedir ki, ayaqqabı yazacaq. Başa düşdünüz müəllim? Bəli. Sonra xəz istehsalı var ha, mənim xəz geyimlər istehsalı. Bəli, onları bilirəm. Hə, xəzli heyvanlardır. Onları yetişdirirlər, onların dərisindən o geyimləri hazırlayırlar. Yaxşı, bunu bildik. Keçdik qida sənayesinə. Qida sənayesi nədir? Qida sənayesi də demək olar ki, bütün ərazilərdə var. Çünki yerli tələbatı ödəməlidir. Un yutməlidir, dən yutməlidir, çörək bişirməlidir, qənnatıdır, bu makaron istehsalıdır, bəli, şirniyyatlar hamısı aiddir. Yüngül sənayeti. Yəni yüngül sənayet daha çox istehlaka meyil edir. Yəni düzdür? Yaxşı. Yeni sənayet. Üzr istəyirəm, yüngül deyil, yeni sənayesi. Yaxşı, qida sənayesinin hansı sahələrini deyə bilərsiniz ki, o daha çox xam mala meyil edir? Bu konserv olmalıdır. Ay sağ ol. Konserv sənayesi. Niyə görə konservan zavodları şəhərdə yerləşdirmirlər? Meyvəsi. Ay sağ ol. Daşıma zamanı bəli, yolda xarab meyvələr, tərəvəzlər tez xarab olur. Başqa hansı? Bir də süd pendir yəqin ki. Süd pendir yağ istehsalı, düzdür. Onlar da xam mal mənbələrində yerləşdirilir. Çünki süd də tez xarab olan məhsuldur, düzdürmü? Bəli. Amma dən yutma, çörək bişirmə o hər yerdə var. Tələbatla əlaqəli. Aha, başqa nə deyə bilərsiniz? Şərabçılıq. Asıl şərabçılıq 2 mərhələlidir. Üzümün yığılıb qızğırdılması xam maldadır, amma qablaşdırılması yəni istehlakçı. Biri də qal, birini də deyək, ət istehsalı. Ətin kəsimi gedir heyvandarlıq rayonlarında. O kəsilmiş ətin emal edilməsi, qablaşdırılması, kalbasa, sosislərin, konservlərin hazırlanması o istehlakçılara meyil edir. Yaxşı müəllim? Bəli. Bir dənə də sual verim sizə. Bəs qida sənayesi xam malını hardan alır? Kənd təsərrüfatından. Kənd təsərrüfatından alır. Düzdürmü? Kənd təsərrüfatı ilə yeyinti sənayesi birləşərək nə yaradır? Aqrar sənaye. Aqrar sənaye kompleksini əmələ gətirir. Təşəkkür müəllim. Çox sağ olun. Sonra deməli Rufanə xanım, Hüsniyə xanım. Axşamı xeyir mənim. Buradasınız? Hazırıq? Getdik müəllim. Keçdik ikinci sektorun sahələrini dedik. Düzdürmü müəllim? İndi nə edəcəyik? Üçüncü sektorda danışacağıq. Üçüncü sektor nədir müəllim? Üçüncü sektor əsasən xidmət sahələrini əhatə edir. Burada daha çox informasiyadır, təhsildir, səhiyyədir, məlumatla əlaqədar olanlardır. Bu da ən çox inkişaf etmiş ölkələrdə daha çoxdur. Deyə bilərik, inkişaf etməkdə olan ölkələrdə xidmət sferası yoxdur. Bütün sektorlar mövcuddur. İstənilən ölkədə sadəcə olaraq inkişaf səviyyəsinə görə zəif və yaxud da güclü ola bilər. İnkişaf etmiş ölkələrdə xidmət yüksəkdir, amma inkişaf etməkdə olan ölkələrdə nisbətən aşağı səviyyədir. Düzdür. Xüsusən də Afrika ölkələri. Afrika, düzdür. Yaxşı müəllim, bəs dördüncü sektor nədir? Dördüncü sektor artıq informasiya sahəsini əhatə edir. Bura məlumatların yığılmasıdır, təhlil edilməsidir, informasiyaların əsasında idarə edilməsidir. Elmi tədqiqat işləridir, bunların tətbiq yollarını əhatə edir. Ən çox hansı ölkələr üçün səciyyəvidir? Bu da inkişaf etmiş ölkələr üçün. İnkişaf etmiş ölkələr üçün səciyyəvidir. Yaxşı, deyin görün mənə. Təbii ehtiyat deyəndə nə başa düşürük? Təbii ehtiyat istifadəsi belə də mümkün olan və yaxud da potensial olaraq aşkarlanan təsərrüfat əhəmiyyətli ehtiyatlardır və insanların yaşayışı üçün əhəmiyyətli olan ehtiyatlar. Təbii ehtiyatlarla təminat hansı formalarda hesablanır? İstifadə olunan bir də onu deyirsiniz? Bəli. İstifadə xüsusiyyətləri. Potensial ehtiyatlar, bir də istifadə olunan ehtiyatlar. Potensial demək, yəni hal-hazırda bu ehtiyat aşkarlanıb, ancaq istifadəsi üçün hələ istifadə edilməyib də, gələcək üçün bəli nəzərdə tutulub. Ancaq istifadə olunan hazırda istifadə etdiyimiz mineral ehtiyatlar. Hazırda istifadə olunan mineral ehtiyatlar. Bəs təbii ehtiyatlarla təminatlıq hansı formalarda təmin edilir?
təbii ehtiyatlara Təminat təminatlı. 2 yolla təyin edilir. Düzdürmü? Bir var adam başına düşən, təbii ehtiyat. Düzdür müəllim? Bunu tapmaq üçün nə edəcəyik? Təbii ehtiyatlarını hansı sayına bölürdük? Asıl. Bir də var, hazırki istifadə şəraitində satacağı illəri görülməsi. Bəs onu necə edəcəyik? Onun da kəşf olunan ehtiyatların bölünüb səhv etmirəmsə. Ümumi ehtiyatı bir ildə istifadə edilir. İllik istifadə ediləcək. Amma məsəl üçün, müəllim, 10.000 manat pulunuz var. Düzdür? İldə 1000 manat xərcləyirsiniz. Sizə nə qədər çatacaq? Yəni dəyişmədi 1000 manat. Neçə çatacaq sizə? Bir də təkrar edeyim müəllim. 10.000 manat pulunuz var. Düzdür? İldə 1000 manat xərcləmək şərti ilə o 10.000 pul sizə neçə il çatacaq? Məsələn, necə tapdınız? Ümumi məbləği Bölürük. bir ildə istifadə etdiyinizə bölürsünüz. Başa düşdünüz müəllim? Yəni burada potensial da nəzərə alınır demək. Potensial ehtiyat müəllim, hazırda istifadə olunmur. O gələcək üçün nəzərdə tutulur. Ümumiyyətlə çatacağı illərə görə tapan zaman, Yəni ümumi ehtiyat dedikdə potensial ehtiyatla daxildə deyil. yox, söhbət istifadə edilənlərdən gedir. Söhbət istifadə edilən ümumi ehtiyatlardan gedir. Fikrimi çatdıra bildim müəllim? O potensial o gələcək üçün, gələcəkdə istifadə olunur. O bu günlər istifadə olunmur axı ki, onu mən hazırda istifadə olunanın içində istifadə edeyim, hesablayayım. Başa düşdünüz nə demək istəyirəm? Başa düşdüm. Aha. Yaxşı müəllim. Keçdik ölkənin meşələri nə zaman sənaye əhəmiyyətli meşələr hesab olunur? 25% göstəriciyə malik olarsa. 25%-dən çox olarsa. Meşəlik əmsalı. Bəli, meşəli əmsal deyəndə nə başa düşürük? Ölkənin ərazisinin meşənin sahələrinə nisbətinin faizlə ifadəsi meşəli əmsalı. Faizlə nisbəti, bəli. Aydın. Məsəl üçün, yəni meşə sahəsini bölürsüz ölkənin sahəsinə, vurursunuz 100-ə, olur meşəli əmsal. Düzdürmü? Aha. Deyin görün mənə, meşəlik əmsalı yüksək olan ölkələrə hansıları deyə misal göstərə bilərsiniz? Bu əsasən mülayim, şimal və cənub meşə qurşağında olanlara aid olunur. Məsəl üçün burada nəyi göstərə bilərik? Hansılar göstərə bilərik? Braziliyadır, Konqodur, Gabondur, bu ərazilər Surinam, Qayana, Rusiyadır, Surinamda. Bax, Surinamda indiki kitablarda yazmır, amma köhnə vəsaitlərdə bilmirəm, yadınıza gəlir yoxsa yox. Yazılır ki, Surinamın meşəli əmsalı 95%. Təsəvvür edirsiniz, balaca bir dövlətdə 95% meşə idi. Yəni meşəli əmsalı həddindən artıq yüksəkdir. Əlbəttə ki, sənaye əhəmiyyətli olacaq bu meşələr, düzdürmü? Yaxşı. Meşələrin funksiyaları hansıları idi? Meşənin funksiyası deməli çay kənarlarında əkilən meşələr, şəhərlərdə, parklarda əkilən ağaclar, belə deyək. Sonra torpaq qoruyucu funksiyası var idi. Su qoruyucuydu. Yol qoruyucu, eroziya qarşı. Sanitariya məqsədli əkilən meşələr idi, bir də yol qoruyucudur. Düzdür. Müəllim, meşə sənayesi neçə sektora bölünür? Bu kompleks olaraq neçə hissəyə bölünür? İki hissədə kimyəvi yox. Oduncağın tədarükü və emal. Oduncağın da emalı, yəni. Emal özü neçə yerə bölünür? Kimyəvi, mexaniki. Aha, oduncaq tədarükü deyəndə nə başa düşürük? Oduncaq tədarükü dedikdə, burada hazır məhsullarda, məsəl üçün mebeldir. Yox, oduncaq tədarükü, Hüseyin xanım. Hə, bu hazır şəkildə ağacın budağını qoyun, belə deyək, təmizliklə oduncaq şəkildə. Bəli, meşələrdə ağacların qırılması. Hə, mexaniki emalı olur. Bəli, mexaniki emalı məhsullar olur. Bəs kimyəvi emalı məhsullar nədir? Bunu da deyim. Kimyəvilər də ki, boyadır, lakdır, o skiptardır, nədir onlardır? Kanifoldur, spirtdir, boyadır bunlar. Bəli. Təşəkkürlər, çox sağ olun. Siz sağ olun. Sonra Nəhayət xanım. Bəli. Axşamınız xeyir. Hazırıq müəllim? Axşam. Bəli, hazır. Aha. Müəllim, siz mənə kimya sənayesinin müsbət və mənfi tərəflərini deyin. Kimya sənayesinin deməli müsbət və mənfi tərəfləri nədir? Bəli, müsbət tərəfləri odur ki, bütün belə deyək də, bilirik ki, mineral ehtiyatlar get-gedə tükənir.
hal-hazırda alimlərin ən çox çalışdığı, ümumiyyətlə kimya sənayesi ən yeni inkişaf edən sahədir, gün-gündən də inkişaf edir. Səbəbi də odur ki, bütün xammalların, belə deyək, təbii xammalların alternativlərini kəşf edirlər, yaradırlar. Kimya sənayesinin yəni müsbət tərəfi budur. Təbii ehtiyatlarla, misal üçün, bəzən təmiz yun parça tapmaq, təmiz pambıq parça istehsal eləmək, təmiz kətan parça, bunu bütün ölkələrdə təminat eləmək çox çətindir. Çünki xammal çatışmamazlığı yaranır, hər bir ölkədə bu yoxdur. Amma biz hər hansı bir paltar alanda onun etiketinə baxırıq ki, orada misal üçün neçə faiz nədən, baxırıq ki, misal üçün, bəli, kimyəvilik, misal üçün, kimya onu istehsal edir. Yəni, bu sarıdan ucuz və, belə deyək də, rahat başa gələn bir yoldur. Bu kimyanın bir müsbət tərəfi. Mənfi tərəfi odur ki, yəni əlbəttə ki, burada kimyəvi elementlərin reaksiyasından gedirsə, hansısa plastik kütlələrin daha çox yanıb, hansısa təkrar emaldan söhbət gedirsə, burada havanı çirkləndirmək, suyu çirkləndirmək, torpağı çirkləndirməkdən də söhbət gedir. Bu da bunun çirkli tərəfi. Üstəlik də burada çalışan, kimya sənayesində çalışan insanların özü də götürək kimyəvi, Sumqayıtda kimya zavodu. Onun nə qədər fəsadları oldu vaxtında? Düzdürmü? Bəli, bəli. Hətta orada yaşayanlar sonradan müəyyən xəstəliklərin səbəbini araşdırdılar ki, onlar həmin zavodda işləyiblər və cavan ikən, yəni onların qanlarına, belə deyək, artıq xoşu maddələrin, belə deyək, təsiri. Bu da onun mənfi tərəfi. Yaxşı, müəllim. Siz mənə maşınqayırmanın sektorlarını deyin. Neçə sektora bölünür? Maşınqayırma bölünür ağır, ümumi, bir də dəqiq. Ağır maşınqayırma. Ağır maşınqayırma hansıdır? Energetika maşınqayırmasıdır. Dağ mədən maşınqayırması, yol tikinti və sənaye avadanlığı istehsalı. Energetika nədir? Biz energetika deyəndə energetika bu istilik, su elektrik, atom elektrik, İstilik elektrik stansiyalarında əlbəttə ki, orada müəyyən avadanlıqlar var. Həmin avadanlıqlar aiddir energetika maşınqayırmasına. Olan istehsalı olaraq. Bəli, bəli, o. Dağ mədən maşınqayırmasında isə bütün xammalların, istər neftin, qazın, daş kömürün, dəmir filizinin, qızılın, alayın, ümumiyyətcə bunların hamısının çıxarılmasında müəyyən avadanlıqlardan istifadə olunur ki, bu allanır dağ mədən maşınqayırması. Onlar quraşdırılır və böyük, belə deyək də, belə bir avadanlıqlardır. Hətta onları quraşdırırlar, belə deyək, quraşdırırlar. Bir dənə sizə söz deyim. Düz deyil, istifadə qazıqlarını çıxarması zamanı istifadə olunan texnikalardan gedir. Amma neft ora aid deyil. Neft dağ mədənə aid deyilməli. Dağ mədən dağlarda gedir. Neftin hasilatında istifadə olunan maşınqayırma avadanlıqları energetika maşınqayırmasına aiddir. Məsələn üçün, platformalarda kaçalqalar var, nefti çıxarır. Onlar neft maşınqayırma məhsullarıdır. Azərbaycan iqtisadiyyatında kiçik rayonları. Başa düşdünüz? Qazma qurğular. Yol tikinti və sənaye avadanlığı. Yol tikintidəki asfaltların qaşınmasıdır, asfaltlar qaşınır. Sonra, misal üçün, asfalt bərkidici, müxtəlif biz gözümüzlə də görürük, onları şəhərdə də oluruq. Şəhərdə də var, hər yerdə var. Bəli, onların hamısı da yol tikinti və sənaye avadanlığı. Üçüncü, ümumiyə aiddir nəqliyyat maşınqayırması. Avtomobildir, qatardır, təyyarədir, sonra kənd təsərrüfat maşınqayırması və dəzgah qayırması. Çıxın, Gülya Hanım, narahat olmusunuz. Dəqiqə də aiddir, elektrotexnika cihaz qayırma, robot qayırma, hesablayıcı avadanlıqlar, yəni bütün bu kompüter, televizor, telefonlar, yəni bütün bu cahan sonra dəqiqə aiddir ki, onlar da savad bilik tələb edir. İnkişaf etmiş ölkələr, yəni bu istehsal sahəsi inkişaf etmiş ölkələrə aid. Bəli, gəmi istehsalı. Daha çox metal tutumlu olar, yoxsa elm tutumlu olar? Mən deyərdim ikisi də. İkisi də var. Həm elm, ikisi də var. Təyyarədir, gəmidir, bunlar əlbəttə, avtomobilin özü. Yaponiyada istehsal olunur. Yaponiya biz bilirik ki, elmə görə, məsəl üçün, meydan oxuyur bütün dünyaya öz, belə deyək, elmi ilə, yenilikləri ilə. Ən güclü maşınlar, Toyota firması, məsəl üçün, digər, əlbəttə ki, elmdə həm də elə, onlar da elmi cəhətdən deyək olar. Amma yerdə qalan xammalı, onlar inkişaf etməkdə olan ölkələrdən alırlar. Əlbəttə ki, onlar... Gəmidə
Gəminin əsas gəmini ayaqda saxlayan nədir? Gövdə. Düzdürmü? Onun gövdəsi, vannası deyək də, belə deyək də, o hissə mühərrikdir. Daxilində olan, bəli, hamısı metaldır. Yəni gəmi hamısı dəmirdəndir. Daha çox metala meyl eləyir. Metal tutumludur, amma təbii ki, onun içərisində siz dediyiniz kimi avadanlıqlar var ki, müasir cihazlar, avadanlıqlar var ki, əlbəttə ki, onlar elm tutumludur deyə elmi mərkəzlərdən alınırlar. Başa düşdünüz? Bəli. Aha. Həmçinin də gəmi zavodları ən çox meyl eləyir belə dəniz qırağı, okean qırağı. Əlbəttə ki, limanlara meyl edəcək. Orada limanlara yaxın ərazilərdədir. Bəli, orada yerləşdiriləcək. Yaxşı müəllim, bir dənə sual verim sizə. Deyin görün mənə. Deməli, siz mənə nə deyin? Üzvi sintez kimyası məhsullarını deyin. Üzvi sintez kimyası. Bəli. Deməli, yerdə axşamlar. Yox, üzvi sintez kimyası yox, əməlim, bildim, yadımdadır. Bayaq da o soğuk birinə vermişdiniz. Deməli, yarım fabrikatdır, plastik kütlədir, spirt istehsalıdır. Düzdür. Karbohidrogen xammalı, yarım fabrikat, plastik kütlə və spirt istehsalı. Bəs polimerlər kimyası məhsulları nədir? Onu da deyin mi? Polimerlər kimyasında nə istehsal olur? Polimerlər sintetik materiallar aiddir, oraya kimyəvilik istehsalı. Yəni bunlar bayaq dediyimiz elə yüngül sənayinin toxuculuq, tikişçiliyi ilə əlaqəli olan bir sahədir. Yəni kimyanın o sahəsi çox onlara yönlənir. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Lamiyə xanım. Bəli, bəli. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Təsərrüfat deyəndə nə başa düşürük müəllim? Təsərrüfat dedikdə bir sistem başa düşürük. Bütün təsərrüfat sahələrinin cəmi başa düşürük. Hə, bütün sahələri özündə birləşdirir. Neçə yerə bölünür? Nəyə görə? Təsərrüfat özü iki yerə bölünür. İstehsal xüsusiyyətinə görə. Maddi istehsal, qeyri-istehsal. Qeyri-maddi istehsal. Aha, maddi istehsal sahələrinə nələr daxildir? Maddi istehsalar sənaye, tikinti, kənd təsərrüfatı, tədarük məmulatları bunlar da. Qeyri-maddi isə insanların mənəvi tələbatını ödəyən sahələrdir. Maddi istehsal sahələrinə hansılar aiddir dediniz? Sənaye, kənd təsərrüfatı, tikinti və tədarük. Bəli, və tədarük. Aha. İndi siz mənə deyin görün, təsərrüfat neçə sektora bölünür? 4 sektora bölünür. Yaxşı. Təsərrüfatın birinci sektoruna nələr daxildir? Birinci sektorunda deməli hasilat sənayesi daha çox. Kənd təsərrüfatı, meşə tədarükü, ümumiyyətlə xammalın hasilatı və emala qədərki hissəsi. Çıxarılması, tədarük edilməsi. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi hansına aiddir müəllim? Yetişdirilməsi birinci sektor. Bəs kənd təsərrüfatı məhsullarının emal edilməsi? O artıq ikinci sektor. Məsələn, belə deyək də, heyvanların böyüdülməsi neçənci sektordur? Birinci sektor. Bəs onun ətindən müxtəlif ət məhsullarının hazırlanması? O ikinci sektor. Afərin sizə. Afərin. Yaxşı. İkinci sektor nədir? Burada artıq xammalın emal edilməsi prosesi başlayır. Aha. Xammalın emalı həyata keçirilir. İkinci sektora aid olan sahələr hansılardır? Maşın qayırma, metallurgiya, energetika, kimya, yüngül sənaye, meşə sənayesi. Doğru. Qida sənayesi həmçinin. Bax müəllim, energetika təsərrüfat kompleksi deyənə nə başa düşürük? Energetika yanacaqdır, yanacağın hasil edilməsi və oradan enerji əldə edilməsi. Yanacaq və elektrik enerjisinin istehsalını və istehlakçıya çatdırılması. Və iki yerə bölünür. Yanacaqla elektroenergetika. Yanacaq sənayesində nə iş necə gedir? Yanacaq, burada yanacaqla yanacaq faydalı qazıntıları emal edirlər və hasil edirlər. Yox, çıxarıb sonra emal edirlər. Hə, hasil edirlər, sonra emal edirlər. Neft, təbii qaz,
torf, yanarşist, kömür, kömür, asıl. Bunlar hamısı nəyə aiddir? Bunlar necə? olan çıxarılması neçənci sektordur? Çıxarılması birinci sektordur. Bəs emal edilməsi O ikinci sektor. ikinci sektora aiddir. Yaxşı, deyin görün mənə bəs elektroenergetika sənayesi nədir? Burada elektrik enerjisinin istehsal edilməsi və istehlak üçün çatdırılması. Asıl elektrik enerjisi SES-lər, İES-lər, AES-lər, asıl bunlar. külək, günəş, GEOS-lər var. Düzdür. Yaxşı. Keçdik maşınqayırma sənayesi. Maşınqayırma sənayesi nədən ibarətdir? Maşınqayırma da cihaz və maşın, cihaz və bütün yəni bu mexanizmlərin hazırlandığı sənayedir. Bunlar hazırlandığı sahədir, düzdürmü? Maşınqayırma metal tutumu sahələri hansılardır? Belə üçüdür. Hansılar? Ağır, ümumi, dəqiq. Dəqiq maşınqayırma metal tutumudur. Yox. Ağır maşınqayırma sahələri, dəzgah qayırmadır, sonra energetika maşınqayırmasıdır, yol tikintidir, sənaye avadanlığı istehsalıdır, gəmi qayırmadır, kənd təsərrüfatı texnikaları var, traktorlar, kombaynlar. Bunlar hamısı metaldan daha çox istifadə edir. Vaqonun özü, görürsüz, vaqon istehsalı. Bunlar hamısı nəyə aiddir? Qatar istehsalı. Bunlar metal tutumlu sahələrdir, düzdürmü? Bəs maşınqayırmanın elm və əmək tutumlu sahələri hansılardır? Bu dəqiq maşınqayırmadır, bir də ümumi. Əsasən harda yerləşdirilir? Yox, ümumi yox, dəqiq maşınqayırma. Dəqiq. Əsasən harda yerləşdirilir dəqiq maşınqayırma müəssisələri? Şəhər bilmədim. İri şəhər aglomerasyonu. Mənim elm mərkəzləri kəndlərdə olur yoxsa şəhərlərdə? Şəhər mərkəzlərində. Bəli, iri şəhər mərkəzlərində. Çünki orada elmi tədqiqat işləridir, onların sınaqdan keçirilməsidir. Hamısı orada həyata keçirilir. Düzdürmü müəllim? Laboratoriyaların yaxınlığında yerləşdirilir və s. Yaxşı müəllim, eşidirsiniz? Metallurgiya sənayesinin işi nədən ibarətdir? Bu da filizləri saflaşdırır, əridir, bir də pakata çevirir. Filizin, bax yaxşı, metallurgiyada filizin çıxarılması da var. Düzdürmü? Filizin çıxarılması hansı sektordur? Məncə çıxarılması birinci sektor. Asıl. Emalı? Emalı ikinci sektor. Asıl. Üçüncü sektor nədir mənim yaxşı? Üçüncü sektor yeni sənayesi, yox xidmət sənayesi. Xidmət. Yeni sənayesi ikinci sektordur. Xidmət sektoruna hansılar daxildir? Necə? Xidmət sahəsinə hansılar daxildir? Deməli, orada var tarixi, pula soruşursunuz. Harada xidmət deyəndə, bax məsələn, xidmət sahəsi deyəndə nə başa düşürsünüz? Ticarət, turizm, rekreasiya coğrafiyası, bank xidmətləri. Bəli, hamısı xidmətdir də. İstirahətə gedirsiniz. Hansı bir... Müəllim, ictimai yaşayış obyekti nədir? Elə bu xidmət sahəsinə aid Bildim. olan. Hansı obyekt, hansı müəssisədir? İctimai yaşayış obyekti. Özdə hamımız istifadə eləmişik ondan. Siz də istifadə eləmişsiniz. Hamımız. Burada elə bir... Yox. Elə bir adam olmasın ki, ictimai yaşayış obyektindən istifadə eləməsin. Bank xidmətləri falan. Xeyr. Kim deyər? Tarif mahirlərdir. Ay müəllim, yox. İctimai yaşayış. Marketdir mi? Yox. Restoranlardır. Restoranlardır da. Kafelər, restoranlar, ictimai yaşayış obyektləri, şadlıq sarayları. Sualı necə qurdu? İctimai yaşayış obyektləri. Başa düşdünüz Rüfan xanım? Bəli. Hə. İctimai yaşayış obyektləri müəllimlər, kafelər, restoranlar, o şadlıq sarayları var. Amma məsəl üçün tutaq ki, harasa gedib yemək yeyirsiniz də. Görürsünüz, siz gedirsiniz, orada sizə xidmət göstərir. Başa düşdünüz müəllim? Bunlar ictimai. Bunlar üçüncü sektora aiddir. Üçüncü sektorda da ən çox hansı ölkələrdir? İnkişaf etmiş ölkələrdir. Mən orada bir şey var idi ki, əvvəl deməli ticarət, nəqliyyat, turizm, bank falan idisə, daha sonra bu inkişaf etmiş ölkələrdə kino, teatr,
Yəni bu Yenə də. incəsənət sahələrinə Yəni falan daha çox hamısı bəli, çevrilir. yenə də bu günlərin bizim ölkələr, məsələn, inkişaf etməkdə olan ölkələrdə ondan istifadə edən zəif olsa da, amma inkişaf etmiş ölkələrdə kino, teatra gedənlərin sayı daha çoxdur. Sonra mütaliə mərkəzləri var, kitabxanalar var, ha, gedirlər, oxuyurlar, oxu zalları falan. Ha, orada gedənlər daha çoxdur inkişaf etmiş ölkələrdə. Əhali asudə vaxtlarını elə yerlərdə keçirir. ABŞ, Kanada, Yaponiya, Bizdə asudə vaxt olan, Qərbə ölkələr. bizdə asudə vaxt olan kimi ya TikTok, ya Instagram. Tamam. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun. Yaxşı. Kimlər qaldı? Video rekordu saxlayın. Kimsə qalmadı. Gülnura xanım, axşamınız xeyir. Da siz demişdiniz, Sağ olun. necəsiz? Axşamınız xeyir. Demişdiniz dinləyici olacağam, ona